Salam, hər vaxtınız xeyir olsun. Bugünkü şərhçiniz mən Yusuf Abbas Əliyevdir. Birlik Liqası yay turniri. Neyrəm şəhərində əziz xatirəsində həsr olunmuş Birlik Liqası yay turnirinin 3-cü turunun 3-cü oyun günü 2-ci oyunu Qala komandası ilə Qotiba Qala arasında keçirilir. Şərhçiniz mən Yusuf Abbas Əliyevəm. Qeyd edək ki, Qala komandasından ilk sözüm görə bilərik Nahid Mollayev. Geçən oyunun ilk oyununda 5 golla yadda qalıb. Vüsal Ülvi ile oynuyor. Ve İbrahim. Orhan Vüsal'la oynuyor. Vüsal hala da topu salladı. Mərkəzə doğru irəliləyir. Ülviyə doğru ötürmə. Dəqiq alınır. Gözəl alınır. Ülvi İbrahim'lə. İbrahim Orhan ile oynuyor. Qeyd edək ki, siz bu oyuna Mi Parfümün baş sponsorluğuna baxırsınız. Orhan'dan uzun ötürmə. Qotiba komandası müdafiəçisi qarşılayır. Ülvi İbrahim'le oynuyor. İbrahim Orhan. Mehdi'den palsını ötürmə. Ülviyə doğru düzgün alınmır. Vüsal topu ələ keçirməyə yaxın idi əslində. Qotiba Qalanın əks ucubu Xaqan Şirinov Çobuda oynayır öz rəqibinə qarşı. Qotiba Qalalar cərimə zərbəsindən topu meydana daxil edəcək. Qeyd edək ki, qapıda Qala komandasının Xaqan Şirinovdur. Tərkələrə səbəb ola bilər. Ötürməsi qapıya zərbənin qarşısını İbrahim Rəhimli alır. Həqiqətən istedadlı oyuncudur İbrahim Rəhimli. Gözəl istedada malikdir. Qotiba Qalanın hücumada tükənməyib. Qalanın qapıya doğru zərbəsi top toru yanından tərk eləyir. Xəzər Şirinov Nahid Mollayev'lə oynuyor. Nahid Mollayev uzun ötürmə Mehdi'yə doğru. Mehdi topu və Mehdi'nin zərbəsi az fərqlə top meydanı tərk eləyir. Dirəyə yaladı keçdi top. Qotiba Qala qapıcıya topu meydana daxil edir. Vüsal Ağamalıyevi çox gözəl keçir. Əks hərəkətdə tutur. Vüsalın ən doğru etdiyi qərar idi bəlkə də zərbəsi. Məylə adi vəziyyətdə topu meydana daxil edə bir Qotiba Qala. Vüsal Ağamalıyev Xaqan Şirinov'la oynuyor. Xaqan Şirinov'un yeniden geri qaytarır. Vüsal belə də Vüsaldadır. Vüsal Xaqan Şirinov'la oynuyor. Xaqan Şirinov'un uzun ötürməsi. Bakalım müdafiəçiləri topun qarşısını kəsir. Qotiba Qala Mehdi mübarizə aparır. Ötürməsi düzgün idi. Orhan topu ələ keçirir. Vüsalın qapıya zərbəsi Qalanın zəif alınır əslində bu. İbrahim Rəhimli mübarizə aparırdı. Xaqan Şirinov toxunur. Meydanı tərk edir Qotiba Qala. Daha çox istəkli başlayıb bu oyuna. Düzdür rəqibinə qarşı daha çox istəkli hərəkət edir. Şirinov topu əldə eləyə bilmir. Hücumun qarşısında Ülvi kəsir. Sana Ülvi. Qotiba Qala sana meydanı tərk edir. Xaqan Şirinov Orxanla oynayır. Təhməzov. Hərəkətlər İbrahim Rəhimli. Ülvi ile oynuyor. Yeniden İbrahim Rəhimli. Orhan Vüsal ile oynuyor. Qəşəng ötürmədi. Vüsal Mehdi ile oynuyor. Mehdi'nin ötürməsi Nahid Mollayev. Nahid Mollayev elə də dayanmaq bilmir Övsənan oyunun 5 goldan sonra. 2 tura 6 gol vurarak mən də varam bombardieri yarışında deyir. Nahid Mollayev ilk dəqiqələrin, ilk 5 dəqiqəsində ilk golunu vurur. Əksiliyle mübarizə aparır Qala komandası bu gün. Topu meydana daxil edən kimi Qala komandasında güclü presing görürük. Vüsal topu əldə eləyir. Vüsal çıxa biləcək. Vüsal o qarma qarşısında özünü də itirir, topu da itirir, başını da itirir. Mehdi Xaqan Şirinov'la oynuyor. Xaqan Şirinov İbrahim Rəhimli.
Bədən hərəkətindən ki, Orxandan bədən hərəkəti qəşəng alınır. Vüsal oynayır. Vüsal Mehdi ilə. Mehdi topu Orxana buraxır. Orxandadır top elədə. Orxanın Ülviyə doğru ötürməsi. İbrahim Rəhimlidən qapıya zərbə. Çox sevir belə yumşaq. Aşırtmalı İbrahim Rəhimli. Çox görmüşük. İlk turda Paşyolka ilə oyunda çox maraqlı gol vurur. Maraqlı qolları var İbrahim Rəhimlinin. Kortu Bagala. Yüzü presingle qarşılaşır. Əkəs xəttini keçməyə çətinlik çəkir. Hətta deyərdim qapısının ağzını tərk etməyə çox böyük çətinlik çəkir Kortu Bagala. İstəyili çıxmışlar meydana. Rəqib güclüdür həqiqətən. Çempionluğu var Qala komandasının. İbrahim Rəhimlinin ötürülməsi. Qapısı sanki əllərini evdə unudub. Qapısı olduğunu unudub sanki. Ülvi topu İbrahim Rəhimli ilə oynayır. İbrahim Rəhimlidən Orxan Təhməzova. Orxan Təhməzov. Ötürməsi Nahid. Aydın qapıya doğru zərbə indiriş dağılı zərbə idi. Lakin qeyri-dəqiq alınır. Qala. Həqiqətən öz qapısının altına keçən Orxanın top özündən çox ara Vüsal topu saxlasa da Rakim gətirə bilmir hücumun davamı. Qalanın hücumçusu. Gözəl hərəkətlər Vüsal Ağamalliyev rəqibinə qarşı kobud oynayır. Qala cərimə zərbəsini yerinə yetirəcək. Çempionatda itkisiz irəliləyən 3-4 komandadan biridir Qala komandası. Şirinov topu meydana daxil edəcək. Orxan Təhməzov. Çıxır iki rəqibinin arasından Orxan. Ülvi ilə oynayır. Ülvi. Sarı paza verərək rəqibini auta göndərir. Ülvi. Ülvi dadı top elədə. Ülvidən Orxana doğru. Yenidən Ülvi. Ülvi topu özündə saxlaya bilməsə də. Hətta meydanda da saxlaya bilmir. Kortu Bagala. Yanxadan topu meydana daxil edəcək. Çətinlik çəkir həqiqətən də Kortu Bagala gücü rəqibinə qarşı müdafiədən çıxmağa. Kəs xətti keçməyə də çətinlik çəkir. Xəzər Şirinov. Şirinov oyuncu olduğun yadına salır. Vüsal Kortu Bagala'nın bütün oyuncularının Mehdi Nahid Mollayev xəsislik etmir bu epizodda. Asistlə yadda qalmağı daha üstün tutur. Mehdi çox qəşəng ötürməkdir, çox rahat. Nahid Mollayev əslində istəyirəm, çox qəşəng ötürməkdir. Mehdi həyatı boyu bəlkə ən rahat qolunu vurur. Belə asan qol vurduğunu bəlkə özü də xatırlamır. Kortu Bagala hücuma keçməyə hazırlaşır. Qeyd edim ki, Nahid Mollayev və Mehdinin qolları ilə 2-0 öndədir. Rəqibinə qarşı Qala komandası. İddialı komandalardan biridir. Xəzər Şirinovla dəfələrlə söhbət etmişik. Sırf çempionluq üçün gəlmişik. Yarım final. Bizim üçün adi bir oyun. Zaten biri kimi gəlir artıq. Çempion olmağa gəlmişik bura deyir. Xəzər Şirinov gözəl oynuyor. Dedək ki, məğlub olan komandalar Bagala səhv etmişdi. Nahid Mollayevə doğru Mehdi borcunu qaytarmağa çalışırdı, lakin Bagala müdafiəçiləri topun qarşısını kəsir. Orxan Mehdinin zərbəsi. Üzr istəyirəm, Nahid Mollayev idi bu. Nahid Mollayevin zərbəsi. Zərbəsi düzgün deyil. Top az fərqlə meydanı tərk edir. Kortu Bagala həqiqətən müdafiədən çıxmağa çətinlik çəkir. Davam edərsə hesabın böyük olacağı görsənir. Xəzər Şirinov.
Qapıçını da darıxmağa qoymur Qala komandası. Bütün oyuncuları Orxan Təhməzov, Əmrəhimli də oynayır. Heç bir oyunçunu darıxmağa qoymur Qala komandası. Əmrəhimlinin ötürməsi Mehdi topa sahib olur. Ötürmə yanlış olsa da. Ülvü! Ülvünün zərbəsi, ay Ülvü! Ay Ülvü! Rahat saraq, ay Ülvü! Zərbə idi. Biz goldan çox asistləri daha maraqlı olur. Müdafiədən çıxa bilmir Nahid Mollayev. Orxan Təhməzovla oynayır. Nahid Mollayev. Mollayev. Çox saxlayır özündə. Kortiba Qala əks hücuma çıxmağa hazırlaşır. Kortiba Qalanın əks hücumunu izləyə bilərik. Kortiba Qala. Rəhimli topun qarşısın ki, əks hücumun bir dəfə alır. Kortiba Qala hücuma davam edir. Qapıçı Xəzər Şirinov. İş başında görürük onu. Qapıçılıq məharətlərini göstərir Xəzər Şirinov. Əmrəhimli də oynayır. Əmrəhimlinin Nahidə doğru ötürməsi. Mollayev. Hələ də top Nahid Mollayevdə. Çox istedadlı, gənc oyuncudur. Ülvünün ötürməsi Orxan. Orxanın Nahid Mollayevə doğru ötürməsi. Top qapını üstdən tərk edir. Belə ki, Biliş Liqasında məğlub olan komandaların üçün hələ heç nə bitməyib. Ülvü topu deliyir. Bir top meydan təkmə Orxan. Vüsal ilə oynayır. Vüsaldadır. İstedadlı futbolçudur Vüsalda. Mehdi! Mehdi! Ülvüdədir top. Ülvü Mehdiyə. Mehdi! Hər şeydir Mehdi. Qapıya zərbə vurmaqdan başqa. Mehdi hər şey edir burada. Hər şey edir. Ülvü ona al vur dedi. Mehdi isə boş qapını nişan almağa çalışdı. Lakin Kortiba Qala yaxşı oyunun müdafiəçiləri. Nahid Mollayev. Bu ağzını ötürməsi düzgündür. Nahid Mollayevin zərbə! Nahid Mollayev! Nahid Mollayev gün zərbəsindən də gol vurur artıq. Gola doya bilmir Nahid Mollayev. Hər yerdən vuraram deyir. Bir gün zərbəsi qalmışdı ki oyunda. Oradan da gol vurur Nahid Mollayev. Çox iddialı komandadır demişdim Qala komandası. Çox iddialı komandadır. Mollayev mən bu turnirin bombardiri olacağım deyir. 2 oyuna 7 golla yadda qalıb, 1 asist. Qala üçün çox əziyyət olacaq bu oyun. 3-0. Mollayev Mehdinin qolları ilə 3-0 Sabilə irəlidədir. Xəzər Şirinov. Mollayev 2 gol vurub. Mehdinin isə 1 golu var. Xəzər Şirinovdadır top. Orxan Təhməzov. İbrahim Rəhimli. Qatlar dolusudur sanki. Qalanın heyəti. Xəzər Şirinov. Qeyd edim ki, komandası 2 kubokla yarandığı gündən bura 2 kubokla irəliləyir. Nahid Mollayevdən İbrahim Rəhimliyə. Nahid Mollayev topu qəbul etsə də saxlaya bilmir özündə. Orxan Təhməzov Kortiba Qalanın əks hücumunun qarşısını alır. Qeyd edim ki, Biliş Liqasında məğlub olan komandaların məyus olmağına dəyməz. Artıq Biliş Liqası ilkə imza atır. Təhməzov ağıllı uzaqlaşdırır. Təhməzov imkan vermir. Xəqan Şirinov topun qarşısını kəsir. Kortiba Qalanın hücumu yenidən alınmır. Yanxadan topu Xəqan Şirinov meydana daxil edəcək. Biliş Liqasında məğlub olan komandalar üzülməsinlər. Çempionatda oradan çıxa bilməyən və playoffda məğlub olan komandalar artıq 2-ci dərəcəli kubok üçün barz aparmalı olacaqlar. Mehdinin qapıya doğru zərbəsi. Mehdi yanlış olub. Qapçı mükəmməl saxlayır həqiqətən. Qapçı əlini atmır. Ayağı ilə saxlayaram Mehdi sənin topunu deyir. Nahid Mollayev. Ülvünü aşır. Axıra kimi barz aparmaq lazımdır həqiqətən. Axıra kimi Nahid Mollayev. İbrahimin ötürməsi. İbrahimin ötürməsi. Toxunuş var. Bəli. Nahid Mollayev Mehdi ilə oynayır. Mehdi. Sədədi futbolçudular. İbrahim Rəhimli.
İbrahim Rəhimliyə çatmış. Orxan Təhməzov, İbrahim Rəhimli. Orxan Təhməzov. İbrahim Rəhimli Nahid Mollayevlə oynamağa çalışır. Bakala. Ərsücümə çıxır. Otu bakala. Qapıya zərbə! Xəzər Şirinov. Özün müdafiəçi olaraq düşünürəm. Sən qapçısan Xəzər Şirinov. Sən qapçısan. 3-0. Qala komandası. Bakala. Aslında 3-0 hesabı ilə əldedir. Pas taşır. Xəzər Şirinov. Nahid Mollayev. Ülvü ilə oynayır. Ülvü. Çok girdim bariz aparı Ülvü. Her yerdedir Ülvü həqiqətən. Ülvü. Nahid Mollayev Ülvü. Ülvü Həsənov. Sana sola xərcləyir. Ben vurmaram deyir qalıb. Rəqibə mən gol vurmayacam deyir sanki Ülvü bugün. Ülvü her yerde güclü mübarizə aparır. Lakin qapıya zərbələri düzgün deyil. Ki baqala. Hücuma çıxa bilmir. Həqiqətən qala. Çox güclü pressing. Sarı korpağa çox güclü prensinglə üz-üzədir. İbrahim Nahid Mollayev də oynayır. Nahid Mollayev. Nahid Mollayev. Qapıya zərbə Nahid Mollayevdən. Hafizin topu saxlamağı. Əllərini toxundurmur. Çox rahat olur. Baqalanın çox çətinlik çəkir. Çox çətinlik çəkir. Aslında qəşəng çıxırlar Baqala. Çox rahat. Aslında qəşəng çıxdılar. Top hala da Baqala komandasındadır. Orxan Təhməzov. Orxan Təhməzov. Xəzər Şirinovla oynayır. Şirinov. Xəqan Şirinov. Orxan Təhməzov. Tutmasın. Baqala oyuncuları qarşısını kəsir. Xəqan Şirinov yan xətdən topu meydana daxil edəcək. Yenidən yan xətdən topu meydana tərk edir Xəqan Şirinov. Xəqan Şirinovda maraqlı bir söhbət gəldi. Vüsal Ağamaliyevlə oynayır. Vüsal rəqiblərini bir geridə qoyur. Vüsaldadır top ələdə. Mehdi. Mehdi ilə oynayır. Mehdi. Qapçı. Onun qarşısını alır. Nahid Mollayev 2 nəfərin arasından çıxır. Nahid Mollayev Mehdi ilə oynayır. Mehdi'nin ötürməsi geri. Və Korti Baqala. Çıxır bir çətin vəziyyətdən. Baqala oyuncuları. Əksizim əmrəsi Korti Baqaladan. Onun ötürməsi gözəl idi əslində. Xəzər Şirinov. Bugün müdafiəsi kimi mübarizə aparır. 9 nəfərlə mübarizə aparır Qala komandası. Komandanın əsas üzvlərindən olan Eyvahı Zədə səbəbilə Salayev isə meydanı kənardan izləyir. Oturma düzgün deyildir. İbrahim Rəhimlini elə keçmək gözəl idi. Rəhimli buna imkan verməz. Aydanı pozur. Baqala gəldi yerdən. Komandanın qapçılarının bugün müəyyən səbəblərə görə, onu dəstək etməməsinə görə təhlükəlidir. Cərimə zərbələri, bütün qapıya zərbələr təhlükəli, lakin Korti Baqala bundan istifadə edə bilmir. Amma zərbəsinin yerindən yerinə etmək lazımdır. Lakin bitmə qədər gözləyin deyir. Bitmə qədər gözləmək lazımdır deyir. Dedim ki bugün qapıya doğru zərbə dəqiq deyil. Xəzər Şirinov Vüsal Ağamaliyevlə oynayır. Vüsal Ağamaliyev adi vəziyyətdə topu saxlaya bilmir. Baqala yan xətin topu meydana daxil. Vüsal topu buraxmır. Vüsal top elədə Vüsaldadır. Vüsaldan gözəl hərəkətlər. Mehdi ilə oynayır.
Gösterir Musa. Özünü gösterir. Ülvü top açılır. Ülvü. Ülvünün kapıya doğru zərbəsini. Orxandan Nahid Mollayevə doğru ötürülür. Nahid Mollayevin zərbəsi alınmır. Dəqiq deyil. Qapçı qarşılayır. Hücumdan başqa hər yerdə gözəl oynayır Kortibaqala. Herkes xəttə kübük gəlir, sanki orada nə edəcəklərini bilmirlər. Əks hücum. Xəzər Şirinov. Xəzər Şirinov. Ayaqla beraber əldə oynaya biləcəyini də göstərir bizə. Komanda gelip qapıya sanki ehtiyac yoxdur. Dirək. Xəzər Şirinov. Topu götürəmir. Kortibaqalanın hücumu davam edir. Az fərqlə meydanı tərk edir. Bu epizodda bəxti gətirir qalanın. Sanki oyunlarda sanki bəxt də güclülər tərəfindədir. Aydəldə bir namaz onda dirək qoymaz. İbrahim Rəhimli Xəqan Şirinovla oynuyor. Həsənov mərkəzdə topu qəbul edir. Xəqan Şirinov Xəzər Şirinov'a doğru bırakır. Xəqan Şirinovla oynuyor. Üsal Ağamaliyev Xəzər Şirinovla oynuyor geriye doğru. Xəzər Şirinov çok ağıllı ötürmə. Üsal İbrahim Rəhimli. İbrahim Rəhimli uzun oynuyor. Nahid Mollayev. Edəbli oyuncular ama bu epizodu topu meydanda saxlaya bilmir. Bakalım yan kadın topu meydana daxil edir. Bakala. Hücumdan başka her yerde gözəl oynuyorlar ama bir hücumda gətirmir. Xəqan Şirinov 3 nəfərin arasında tək mübarizə aparır 2 dəfə. Kortibaqalanın hücumunun qarşısını kəsir özünün. Nə vəziyyətdə Ülvi Həsənov topa yetişə bilməyəcək. Bəli, belə də olur. Ülvi Həsənov çox gözəl mübarizə aparır bugün. Sadəcə qapıya zərbələr düzgün alınmır. Orxan Təhməzov top əldə edir. Orxan Təhməzov Mehdi ilə oynayır. Orxanın zərbəsini qapçı geri qaytarır. Qapçı buraxdığından çox seyv edib həqiqətən. Gözəl mübarizə aparır bu dəqiqəyə qədər. Şuna Vüsalla oynayır. Vüsal topu saxlaya bilmir. Kortibaqalanın əks hücumu. Kortibaqalanın əks hücumu görürük Xəzər Şirinov. Artıq 2 seyvi var. Vüsal topu meydandan çıxartır. Kortibaqala yan xətdən topu meydanda. Kortibaqala. Top elə də Kortibaqala oyuncularında. Geriyə oynuyor. Sol cinah. Çox saxlayır topu özündə. Əks hücum. Yəqin ki qolla bitəcək. Nahid. Nahidin qapıya doğru zərbəsi. 4-0. Mehdi artıq ona asist borcunda geri qaytarır. 4-0. Nahid Mollayev və Mehdinin qolları ilə komandası 4-0 hesabı ilə ilk hissəni geridə qoyur. İkinci hissədə görüşmək ümidi ilə sağ olun, salamat qalın. Salam, bir daha hər vaxtınız xeyir olsun. Yenidən mən şərhçiniz, mən Yusuf Abbas Əliyev. Dedim ki, 3-cü turun 3-cü oyun gününün 3-cü oyunu Kortibaqala və Qala komandaları arasında keçirilir. Birlik Liqası yay turnirində. Deyirəm ki, əziz xətəsini əsomuz yay turnirinin bütün oyunlarında Qala komandası Kortibaqala ilə oynayır. Aydın Mehdi ilə. Yeşilliklər var komandada. Üsal. Mehdi ilə oynayır. Mehdi. Nahid Mollayev. Nahid Mollayev. Üsal. Nahid Mollayevin ötürməsini dəyərləndirə bilmir. Kortibaqala. Üçündən başqa hər yerdə gözəl oynayır Kortibaqala oyuncuları. Aydın. Rəqibə qarşı mübarizə aparırdı. Qapıya doğru zərbə Kortibaqaladan.
Ötürmə etmək olardı. Ötürmə etmək olardı. Komanda ulaşdı. Buna göre etirazını bildirir. Öz etirazını bildirir. Ötürmə etmək lazım idi. Xəzər Şirinov. Mərkəzdə Orxan Təhməzov qəşəng ötürmə. Orxan Təhməzov. Mollayev. İşitmə zərbəsi dəqiq alınmır. Qapçı topu. Aşılıyır. Atiba Qalanın. Atiba Qalanın hücumuna. Aydın. Aydındaydı top. Aydın top itirir. Kazanır. İtirir İbrahim Rəhimli. Böyle de İbrahim Rəhimli'dədir. Aydın topu uzaqlaşdırır. Sola doğru ötürmə alınır bu. Orxan. Orxandadır. İbrahim Rəhimli. Xəzər Şirinovla oynayır. Xəzər Şirinov topu uzaqlaşdırır. Çarşamı çox uzaqlaşdıra bilmir. Tor yoxdur Kortiba Qalan. Oynamaq lazımdır. Vüsal. Vüsal cinahı dəşir Aydınla oynayır. Aydın. Aydın'da da top elədi. Mehdi ile oynuyor. Mehdi'nin ötürməsi. Atiba Qalanın qapıcısı topu. Düşülüyor. Yan xəttdən topu oyna. Qala komandası daxil edəcək. Qadir də meydanda görürük. Qadir oynuyor Orxanla. Orxan topu ram eləmək. Hadi epizod idi. Ram eləyə bilmir. Orxanın dabanla ötürməsi. Atiba Qalan çıxır müdafiədən. Atiba Qalan oyuncuların müdafiədən başqa hər yerdə gözəl, hücumdan başqa daha doğrusu hər yerdə gözəl oynuyorlar. Belə də Atiba Qaladadır. Gəzdi topu itirdi. Aydın İbrahim Rəhimli ilə oynayır. İbrahim Rəhimli cinaha dəyişir. Mehdi Orxan Təhməzovla oynayır. Orxan Təhməzov Qadir. Top hələ də Qadirdədir. Qadir. O sığal çəkir. Mehdi ilə oynayır. Mehdi'nin ötürməsi yanlış alınır. Atiba Qaladadır top elədi. Ötürməsi gözəl alınır. Əştücüm əmrəsi. Atiba Qaladan. Qapıya doğru zərbə. Şirin o topu seyr edərək qalmışdı. Qapıya doğru geçsədi, yəqin ki gol olacaq. Az fərqlə top meydanı tərk edir. Xəzər Şirinov Orxan Təhməzovla oynuyor. Orxan Təhməzov. İbrahim Rəhimli. Mehdi. Mehdi Nahid Mollayevlə oynuyor. Nahid Mollayev. Bu geridə qoymağa cəhd göstərdi, amma qoyub bakalım bazası yaxşı olmuş. Kornerdən. Komandası topu meydana daxil edəcək. Nahid. Nahid topu sağa çəkir, sola çəkir. Mehdi. Top Mehdi'dədir. Aydın. Aydın. Aydın'ın ötürməsi. Geçmir Atiba Qalan oyuncuları. Nihat'ın qapıya doğru zərbəsi qapıcı. Atiba'nın qapıcısı topu qarşılayır. Sıfır. Nahid. İbrahim Rəhimli oynuyor. İbrahim Rəhimli. Mehdi. Mehdi Nahid Mollayev. Nihat Mollayev. Aydın oyuncu Nahid qəşəng ötürmə. Aydın'ın ötürməsi Nahid Mollayev. Bu ne epizod idi? Qadir'in çox gözəl qol vurmasına. Var idi. Vüsalın zərbəsi. Vüsalın zərbəsi topu çox böyük fərqlə tərk edir. Bakalım. Vüsalın mübarizə aparır. Top Aydın'da. Aydın. Aydın İbrahim Rəhimli ilə oynuyor. İbrahim Rəhimli. Orxan Təhməzov. İbrahim Rəhimli. Mehdi. Orxan Təhməzovla oynuyor. Orxan Təhməzov. Ötürməsi Nahid. Nihat Mollayev istəyirəm. Orxan Təhməzov. Mehdi. Atiba Qalan. Gol bırakamam ama ötürmə qəşəngi idi. İbrahim Rəhimli topun ötürmənin qarşısını alır. Aydın.
Aydın çıxır, bitirir o vəziyyətdən. Topu itirir Aydın. Xəzər Şirinov. Həsən topu qəbul edir. Nə götürür? Orxan Təhməzoğlu oynayır. Orxanın ötürməsi keçmir. Orxanın ikinci ötürməsi də keçmir hətta. Rahmi Rəhimli. Vüsal. Səlağam Aliyevin qapıya zərbəsi Qortba qalanın. Topu qarşıdır Orxan. Vüsalla oynayır. Vüsal. Mehdi ilə. Mehdi meydanı. Bu da cinahı dəyişir. Rahmi Rəhimli. Aydın. Aydın'ın qapıya doğru zərbəsi. Eləcə zərbə idi. Qortba qalanın qapısı. Oyunun Aydın ötürməsi düzgün alınmır. Mehdi'nin ötürməsi Mahid Mollayev. Mehdi tabanla zərbəsi də keçmir. Qortba qala həqiqətən əsl məğlub olur, amma müdafiədən başqa hər yerdə pis oynayır. Qapıya zərbə vurmağa çalışır oradan. Şirinov çox oyunda oynayır. Buna istifadə etmək lazımdır axı. Qapıya doğru zərbə Xəzər Şirinov vaxtında topu görürdü və topu meydan tərk etməsinə şərait yaradır. Xəzər Şirinov. Aydın Abbasəli ilə oynayır. Aydın Abbasəli. Belə də Aydındadır. Cinahı dəyişir. Gözəl ötürməkdir Orxanı. Orxan çıxır iki nəfərin arasından. Orxan Təhməzov. Gözəl ötürməkdir. Gözəl də sonlandırır Orxan Təhməzov. Nə qədər qoca olsam da min cavana dəyərəmi deyir Orxan Təhməzov. Orxan Təhməzovu görürsünüz ekranlarınızda. 5-0. Mahid Mollayev, Mehdi və Orxan Təhməzovun qolları ilə 5-0 öndədir. Qala komandası Qortba qala ilə mübarizədə. Ülvi Həsənov. Qadirlə oynayır. Qadir. Ülvi Həsənovla oynayır yenidən. Ülvi topa çoxdur. Bəli. Bunun ötürməsi. Kornerə çıxarır. Ülvi kornerindən başlayacaq. Qadir Məmmədov. Ötürməsi düzgün deyil. Qala uzaqlaşdırır Aydın. Meydandan çıxmağına şərait yaratmır. Aydın'ın ötürməsi. Ülvinin zərbəsi. Top qapı dilindən geri qaydı. Aydın'ın bugün gözəl ötürmələr verib Aydın. Ülvi Həsənov ötürmədən istifadə eləyə bilmir. Aydın gözəl oynayır. Mahid Mollayev. Qadir Məmmədov. Mahid Mollayevin ötürməsini qapıdan keçirdi. Bir ildən sonra meydanlara qayıtmağa çalışır. Qayıdıb son 3 oyunda, 3 turda 2 gol ilə yadda qalır. Pasyolka ilə oyunda və Qortba qala ilə oyunda. Yerlilər öz qonşularıyla oyunda. Bir ildən sonra ikinci topunu qapıdan keçirdir. Məmmədov çox istedadlı oyuncuydu. Zədələr səbəbindən meydanlardan uzaq qalıb. Nə qədər də zədələnsə bu meydanın açında olur. Mahid Mollayev. Zərbə! Mahid Mollayev. Qadir Məmmədov və Mehdi'nin qolları ilə 0 öndədir qala komandası. İkinci sən ilk 10 dəqiqəsində 7-0 öndədir qala komandası. Müəyyən canlıda Xəzər Şirinovun ötürməsi. Vüsal Ağamalıyev. Topu saxlayır Vüsal Ağamalıyev. Top hələ də Vüsaldadır. Vüsal. Vüsalın ötürməsi. Aydın.
Aydın'ın götürməsi. Qadir Ülvi! Axır. Solunda. Qapıya vurduğa. 7-8 zərbədən sonra. Ülvi Həsənov qapıya. Oğlu düzgün nişan almağı bacarır topu. Allah komandası Kortibay ile arasındaki oyunda 8-0 öndedir. Kortibay Qala komandası artıq. Nahid Mollayev. Çox rahat, çox profesional. Relax oynuyor Nahid Mollayev. Əziyyət çəkmir. 9-cu qolu Kortibay Qalanın qapısından keçirtir. Kortibay Qala artıq mərkəzdən topu meydana daxil edə bilmir. Artıq özləri də sevinirlər gol buraxanda. Nahid Mollayev sanki doya bilmir. Nahid Mollayev. Nahid Mollayev buranın bir bombardiri var, o da mənəm deyir sanki. Orxan Təhməzovla oynuyor. Orxan Təhməzovun ötürməsi Nahid Mollayev. Və. Yandan tərk edir. Aydın'ı keçə bilmir. Vüsal'ın zərbəsi. Gözəl zərbə idi, amma Vüsal hələ də qapıya düşə bilməyib. Vüsal'ın zərbələri çox üstdən, çox yandan keçir. Vüsal hələ də gol vura bilmir. Aydın rəqibə qarşı mübarizə aparır. Topu Aydın'la meydanı tərk edir. Kortibay Qala yan xətdən topu meydana daxil edəcək. 9-0 Qala komandası Kortibay ilə mübarizədə. İrəlidədir Kortibay Qala. Zərbə Xəzər Şirinov. Top Aydın Abbasəliyevdən meydanı tərk edir. Kortibay Qala topu meydana daxil edir yan xətdən. Top elədir Kortibay Qaladadır. Orxan Təhməzov. Kortibay Qalanın oyuncuları. Aydın Abbasəliyev. Ayda doğru ötürməsi dəqiq alınır. Nihat'ın zərbəsi. Zərbəsi çox yandan keçir. Sedadlı oyuncudur. 10 gol vurub ki oyna. Lakin bu zərbəsi dəqiq alınmır. Gola doymaq bilmir Nihat. Qala komandası gola doymaq bilmir. Kortibay Qala komandası müdafiədə çıxmağı bacarır. Mərkəz xəttə gəlir. Hücumda sanki nəsə çatışmır. Oy. Vüsal Ağamali var. Orxan Təhməzov çox pis keçir. Kortibay Qala. Qapıya zərbə Aydın Abbasəliyev blok qoyur. İbrahim Rəhimli keçə bilmir. Top isə Kortibay Qalanın zərbəsindən sonra yan xəttdən tərk edir meydanı. Xəzər Şirinov qapıdan topu meydana daxil edəcək. Xəzər Şirinov Orxan Təhməzovla oynayır. Orxan Təhməzov, Vüsal Ağamaliyev. Vüsal Ağamaliyev. Qapıya doğru zərbəsi. Orxan Təhməzovdan top Qadir Məmmədov. Aydın Abbasəliyev ilə oynayır. Çox uzaq oynayır Aydın Abbasəliyev. Cinahı dəyişir, lakin top önünə düşür. Qadir Məmmədov. Zərbə! Qadir Məmmədov. Mən geri dönmüşəm deyir. 3-cü turda. İlk iki oyununda, bir ildən sonra ilk iki oyununda 3 gol vurulur. 3 golla yadda qalır. Bugün isə dubl edir Qadir Məmmədov. Kortibay Qala hücuma keçməyə çalışır. 10-0. Kortibay Qala. Qadir Məmmədov artıq müdafiədə kömək edir. Qadir Məmmədov top ala bilmir. Kortibay Qalanın hücumu. Və Vüsal Ağamaliyev mübarizədə qalib ayrılır. Top elə də Vüsal Ağamaliyevdədir. Aydınla oynayır.
Aydın top bitirmişdi. İbrahim Rəhimli top önə vurur. Artıq Ülvi Həsənov dubullə yadda qalır. Mollayev isə sanki məyus olur. O bombarderli için oynuyor oyuncu. Bakalım zərbə Xazar Şirinov. Qapıda çox xeyir verir Qala komandasına. Xazar Şirinov. Artıq 4-cü, 5-ci sevidir bu. Xazar Şirinov. Portbaqalan hücumu. Aydın Ülvi Həsənovla oynuyor. Ülvi Həsənovun ötürməsi. Uzun değil Ülvi Həsənovun ötürməsi. Portbaqala yan xərin topu meydana daxil edəcək. Portbaqala. Zərbə Xazar Şirinov. Səhvə yol verib bu qədər seyvin ardından. Səhvə yol verməməliydin Xazar Şirinov. Həftənin ən güclü 8 oyuncusu arasına salmaq olardı səni. Bəli veteran. Bəli. Səhv etmirəmsə hesabı 11'dir artıq. Qala komandası Kortiba Qala üzərində. Nahid Mollayev. Nahid Mollayev əvəz olunur. Kortiba Qalanın hücumu. İbrahim Rəhimli blok qoyur topun qabağına. Zərbə Xazar Şirinov. İki əmrədə topu götürməyə nail olur. Xazar Şirinovun ötürməsi Qadir Məmmədov. Saxlamağa nail olur. Vüsal Ağamaliyev oynuyor. Vüsal Ağamaliyev. Qadir Məmmədov. Vüsal Ağamaliyev. Qadir Məmmədov. Orxan Təhməzov. Orxan Təhməzov və qapçı ilə pas taşı topu qapıya daxil edir. Səhv etmirəmsə 11-1'dir artıq hesab. Orxan Təhməzov da dubl edir. Meydanda 4 oyuncu. Golsu tərk edəcək. 5 oyuncu hətta. İkisi meydandan kənarda. 3 isə meydan daxilindədir. Aydın İbrahim və Xazar Şirinov. Meydanda mübarizə aparan oyuncular arasında. Vurmayan yeganə oyunculardır. Aydın mübarizədə. Aydının ötürməsi. Vüsal Ağamaliyev topu meydanda saxlaya bilmir. Kortiba Qala. Qadın topu meydana daxil edəcək. Aydın 2 nəfərin arasında var. Aydın buraxmır. Mehdi ilə oynayır. Mehdinin ötürməsi Vüsala doğru. Vüsal. Vüsal. Bu ne kadar rahat gol vurmamıştı. Eyübün yeri çətin oyunlarda məlumdur Cavad Əliyev. 3-cü turun 2-ci oyunun günündə Qala və Kortiba Qala komandaları arasındakı oyunda. Səhv etmirəmsə 12 ya 13-1 olur hesab. Sağ olun, salamat qalın şərhçiniz. Mən Yusuf Abbas Əliyev idi.